Hər vaxtınız xeyir. Demək, abituriyentlərin çətinlik çəkdiyi məqamı izah edəcəm. Testlərdə hansı söz hal şəkilçisidir, hansı söz məsuliyyət şəkilçisidir tapmaqda çətinlik çəkirsinizsə, bu videoya diqqətlə baxın. Demək, iki cümlə yazmışam. Birinci cümlə dəftərin evdə qalıb. Ondan əlavə deyim ki, ın üstü döş şəkilçisi amonim şəkilçisidir. Həm yəlik hal şəkilçisidir, həm məsuliyyət şəkilçisidir. Əgər ın üstü döş şəkilçisi qoşulan sözə, sözdən əvvəl öz, sənin əvəzliklərini artıra biliriksə, demək, həmin söz mənsubiyyət şəkilçilidir. Məsələn, öz dəftərin evdə qalıb, sənin dəftərin evdə qalıb. Məna pozulması görmədik. Yəni məna yerindədir. Öz dəftərin evdə qalıb, sənin dəftərin evdə qalıb. Yəni uyğun gəldi. Ondan sözdən əvvəl bu əvəzlikləri artıra bilərik. Baxaq digər cümləyə. Məktəbin binası köhnə idi. Burada yenə öz sənin yazaq. Öz sənin. Öz məktəbin binası köhnə idi, sənin məktəbin binası köhnə idi. Görürsüz, bu sözdən, məktəbin sözündən əvvəl öz sənin əvəzliklərini artıra bilmədik. Əgər artıra bilmiriksə, demək bu söz yəlik hal şəkilçili sözdür. Yəlik hal şəkilçili sözdür. Artıra bildiksə mənsubiyyət şəkilçili sözdür. Artıra bilmədiksə yəlik hal şəkilçili sözdür. Ondan əlavə qeyd kimi deyim ki, yəlik hal şəkilçisi qoşulmuş, qəbul etmiş ismi hallandırmaq olmur. Yəni məktəbin sözünü hallandıra bilmirik. Amma dəftərin evdə qalıb sözün, məsələn, dəftərin evdə qalıb cümləsindəki dəftərin sözünü biz hallandıra bilərik. Niyə hallandıra bilərik? Çünki mənsubiyyət şəkilçisi qəbul etmiş isim hallana bilir. Yəni qeyd kimi yadınızda saxlayın. Yəlik hal şəkilçili söz hallana bilmir. Çünki bir sözə bir hal şəkilçisi qoşulur, amma mənsubiyyət şəkilçisi qəbul etmiş söz hallana bilir.